Salam əleykum Hacı. Xoş Aleykümselam. gəlmisiniz. Allah ziyarətinizi qəbul Hoş eləsin. bulduk, Allah İmam Rızanı ziyarət elədiniz. Bu gözəl ziyarətdə hisslərinizi inşallah buyurardınız. Bismillahirrahmanirrahim. Əvvəla mən İran dövlətinə təşəkkürümü bildirirəm. Gürcüstandakı səfirliyinə təşəkkürümü bildirirəm ki, bu gözəl bir ziyarəti bizim üçün Gürcüstan müsəlmanları idarəsi üçün təşkil edilər. Biz də burada Şeyx Həzrətlərindən, Gürcüstan şeyxindən və müftümüzlə, yəni iki müftülər gəldik bu ziyarəti burada elədik. Təbii ki, bu dəqiqə dünyanın bu zamanında, dünyanın maddiyyətə daha çox yönəldiyi bir vaxtda, maneviyyətdən yəni uzaqlaşdığı vaxtda belə bir məkanları ziyarət eləyib manəviyyətlə qidalanmaq məncə yəni çox əhəmiyyətlidir. Çox zəruridir, bəli. Bu çünki bu məkanlar İmam Rıza da başda olmaqla bizim keçmişimizdir. Yəni bu insanlar dünyayı hələ də, indi də manəviyyətlərindən işıqlandırırlar. Və mən düşünürəm ki, hər bir müsəlman gəlib o manəviyyəti hissini burada alması lazımdır. Biz də inşallah yəni elə düşünürəm ki, ondan istifadə edənlərdən olaq, dua eləyək ki, inşallah ondan istifadə edək. Allah köməyiniz olsun. Çox sağ olun. Allah ziyarətinizi qəbul eləsin.